Mi? Hər mövzunun sonunda həmin mövzu ilə bağlı bizim 25, bəzən 30 suallıq sınaqlarımız olur. Bu da onlardan birincisidir. Hansı ki mövzumuz olub aparat təminatı. İndi həmin mövzu ilə bağlı olan 25 suallıq sınağı izah edirəm. Bizə nə lazımdır? Testin özü, düzdür. Sonra ehtiyac olarsa nümunə göstərmək üçün PDF-imiz lazım olacaq bizə. Üçüncü nə lazımdır? Bir ədəd ali təhsilli baş. Üçü də bizdə var. Üçü də var deyənə rahat şəkildə biz izaha başlaya bilərik. Başlayaq. Birinci sual belədir. Fərdi kompüterin daimi daimi yaddaş deyəndə söhbət nədən gedir burada? ROM-dan gedir əlbəttə ki. Daimi yaddaşında kompüter avadanlıqlarının işini yoxlayan və əməliyyat sisteminin yüklənməsini təmin edən proqramlar toplusu necə adlanır? Əlbəttə ki, söhbət Basic Input Output System. BIOS və yaxud BIOS adlandırdığımız proqramlar toplusundan gedir. CDR xarici yaddaş qurğusudur, proqram deyil. VGA monitor proyektoru qoşmaq üçün nəzərdə tutulmuş portdur. COM yenə portdur, mouse modem klaviatura üçün. CMOS vaxt tarixi yadda saxlamaq üçün nəzərdə tutulmuş bir mikrosxemdir və daxili yaddaşın içərisinə aid olduğu doğrudur. Birinci sualımızın cavabı oldu B variantı. Keçid alırıq ikinci suala. Daxili yaddaş qurğularının ümumi xüsusiyyətlərini uyğunlaşdırmaq lazımdır. Üzərinə BIOS proqramlar toplusu yazılır və enerjidən asılı deyil. Söhbət nədən gedir? Təbii ki, daimi yaddaşdan. 3-ə olacaq A və Y. A və Y. Hesablama əməliyyatlarında ikilik məlumatları saxlayır. Yəni, rəqəmsal informasiyanı emal edərkən bu yaddaşdan istifadə olunur. Və kompüterin ən sürətli yaddaşıdır. Söhbət nədən gedir? Registr yaddaşdan. B və D. Proqramlar yalnız icra olunduğu müddətdə burada saxlanılır. Bu da əlbəttə ki, əməli yaddaş yaxud operativ yaddaşdan söhbət. 1C, 2BD, 3AY. Yəni C variantı. Üçüncü sual. Müxtəlif formatlı televiziya verilişlərini qəbul edib monitora göndərən giriş qurğusudur. Monitor onu göstərir, monitor özü çıxış qurğusudur, o ayrı söhbət. Söhbət monitora ötürən qurğudan gedir. Əlbəttə ki, TV tunerdən söhbət gedir. TV tuner demişdik daxili və xarici olmaqla iki yerə bölünür. Ana plata üzərində PCI slotuna qoşulur. İkinci dərsin sonuna yaxın biz bu barədə danışmışıq. İndi TV tunerin şəklini də ekranda görürsünüz. Bax budur. Davam edirik. Ana plata üzərində yerləşən qurğuları seçin. Çox önəmli suallardan biridir. Bilməliyik ki, ana plata üzərində hansı qurğular yerləşir. Burada verilənlərdən şəbəkə kartı, ümumiyyətlə arxasında kartı varsa o 100% ana plata üzərindədir. Şəbəkə kartı, səs kartı, video kartı var bu mənim. RAM əməli yaddaş və kontroller və əlbəttə CPU, Central Processing Unit 1, 3, 6, 7. MIDI klaviatura xarici qurğudur, informasiyanı daxil etmək üçündür. Plotter xaric etmə qurğusu, hard disk informasiyanı yadda saxlamaq üçündür. Sistem bloku içində olmasına baxmayaraq ana plata üzərində yerləşməyən yaddaş qurğusudur. 1, 3, 6 və 7, yəni Y variantı. Gördüyünüz kimi. İndi biz kiçik bir səyahətə gedirik. Baxaq görək ana plata üzərində bəs başqa hansı qurğular var idi? Bunları bilmək üçün ya PDF-i öncədən oxumaq lazım idi, ya da ki, hal-hazırda ekrana görə bilirsiniz. Burada nə qeyd olunmayıb? Mən dərs əsnasında demişdim. Burada kontroller, keş yaddaş kimi qurğuların adı yoxdur. Lakin dərs əsnasında biz danışmışıq ki, onlar da ana plata üzərində yerləşir. Davam edirik. Növbəti sual. Hansı variant düzdür? Adapterin əsas funksiyası istiliyi mikroprosesordan uzaqlaşdırmadır. Xeyr, burada coolerdən söhbət gedir. Adapter nə üçündür? Siqnalların keçidini təmin edir. 2 düzdür B variantı. Skanerin növlərindən biri sheetfeddir. Hətta biz bunun videosuna baxmışdıq. Sheetfed skanerdə kompüterə sürəti daxil edəcək məlumat, kağız xüsusi üsulla dartılır. Gəlin yadımıza salaq. Hansı dartılmadan söhbət gedir? Skaner ikinci dərsimizdəndir yenə bu sual. 3 növə bölünür. Flatbed, sheetfed və overhead. Sözü gedən sheetfed hal-hazırda ekranda gördüyünüzdür və burada gördüyünüz videoda da görsəndiyi kimi kağız xüsusi üsulla dartılır. Baxın.
Bu format. C variantı niyə səhvdir? Skaner yox, printer iş prinsipinə görə zərbli zərbsiz olur. Çünki skaner iş prinsipinə görə iki yerə bölünür. Əllə işləyən və sol üstü. İşləmə sürəti emal olunan ədədlərin mərtəbələrinin sayıdır. Kökündən yanlışdır. Nə olmalıdır? Hesablama dəqiqliyi. İşləmə sürəti 1 saniyədə yerinə yetirilən sadə əməliyyatların sayıdır. Web kamera nədir? Web kamera görüntüləri daxil edən giriş qurğusudur. Skanerdən belə bir sual düşmüşdü qəbula bir dəfə ki, skanerdən savayı informasiyanı, yəni görüntü informasiyasını kompüterə hansı qurğu daxil edir? Təbii ki, web kamera. 6 nömrəli sual. Printerin növlərinə aid olanları seçin. Printerlər zərbli və zərbsiz olmaqla ikiyə bölünür. Buradan şırnaqlı zərbsizə aid olan növdür. Matrisli zərbliyə aiddir. Termiki zərbsiz, lazer zərbsiz. 2, 4, 6, 7. Digər variantda qeyd olunanlar isə skanerin növləridir. Baxın, hal-hazırda biz printerlə bağlı olan lazımlı məlumatları ekranda görürük. KMOS nədir və nə üçündür? Daimi yaddaşın içərisinə daxil olmaqla kompüterin konfiqurasiyasını, zamanı, tarixi və parolu yadda saxlamaq üçün nəzərdə tutulmuş bir qurğudur. Kompüter söndürüldükdə içindəki məlumat silinmir. Ona görə də elektrik enerjisi asılı deyil. A variantı BIOS'un izahıdır. Hansı ki, lap birinci sual idi. Kompüter resurslarını idarə edir, əməliyyat sisteminin tərifidir. Bunu keçəcəyik. Əməli yaddaşın imkanlarını artırır, əməliyyat sistemini tamamlayır, tətbiq işləməsi mühit yaradır. Yenə əməliyyat sisteminin müəyyən proqramları var. Bugün keçəcəyik, deyərəm onlardan söhbət gedir. Bax, əvvəli yaxşı gəlir. Kompüter konfiqurasiyasını yadda saxlayır. Resursların diaqnostikası isə artıq KMOS-un yox, BIOS-un işidir. 8-ci sual. Mikroproses sonrasız xarakteristikaları hansılardır? Əməli yox, keş yaddaşın tutumu, tak tezliyi düzdür, mərtəbəlilik və yaxud dərəcəlilik düzdür. Vəssalam. 4 yanlış, 5 yanlış. Hardan bilməliyik bunu? İki yerdə görmüşük bunu. Bir dərs izahı əsnasında mən bunu danışmışam. 11 nömrəli slayd vərəqində izahı ilə birlikdə. Bir də ən sonda qarışdırmamaq üçün sonuncu səhifədə qeyd etmişəm bütün qurğuların müvafiq xarakteristikalarını. Klaviaturanın düymələrini uyğunlaşdırın. Kömək pəncərəsini açır. Bu F1 funksional düyməsidir. Burada yoxdur ki, deməli heç birinə uyğun gəlməyəcək. Registri dəyişdirir, kiçik hərfləri böyük, böyük isə kiçiyə çevirir. Caps Lock. B. Kursoru sənədin əvvəlinə gətirir. Bunu keçəcək gələcəkdə. Ctrl plus Home kombinasiyasıdır. Ctrl plus Home. Yoxdur ki, burada belə şey. Yox. Seçilmiş mövqedən etibarən simvolların əvəz etmə, daxil etmə funksiyası insert düyməsi. Home isə kursoru cari sənədin yox, abzasında yox, sətrin əvvəlinə keçirir. Bu da olacaq Y variantı. 1B, 2Y, 3D. Yəni düzgün cavab C variantıdır. 10 nömrəli sual. Doğru mülahizələri seçin. Matrisli printer zərbsiz yox, zərbli növə aiddir. Lazerli printer, bəli, tonerdən istifadə olunur. Toner nə deməkdir? Elektrostatik tozdur. Düzgün ifadədir. Flatbed skanerlərdə kitab və jurnalları skan etmək olmaz. Xeyr, bu Gitfeddə olmaz. Niyə görə? Bayaq baxdığımız videoda siz özünüz gördünüz ki, orada cildlənmiş məlumatların yerə cilddən ayırıb yerləşdirəsən. Flatbed skaner isə, indi siz ekranda görəcəksiniz, elə bir skaner növüdür ki, orada istər cildlənmiş, istərsə cildlənməmiş məlumatları skan eləmək olar. Gördüyünüz kimi. Qapağı qaldırırıq. Niyə dönmədi? Bu formada. Video kart, səs kartı və şəbəkə kartı PCI slotuna qoşulur. Səslə şəbəkə düzdür. PCI-dir. Amma video kart EGP slotuna qoşulduğu üçün EGP slotuna. Yanlışdır bu da. Printer və skanerlər LPT və USB ilə qoşulur. Düzgün ifadədir. Slotlar daxili, portlar isə xarici qurğuları qoşmaq üçün yuvalardır. Düzgündür. Bu da. 2, 5, 6. B variantı. Bu da 2 düz idi. Enerjidən asılı olan yaddaşlar hansılardır? Baxın, sonu D hərfi ilə bitirsə, bu adətən xarici yaddaş olur və xarici yaddaş elektrik enerjisindən asılı olmayan daşıyıcılarda qurulur. Deməli, A variantının, B variantının
düzgün olma ehtimalı yoxdur. Bu yumuşaq maqnit disk də floppy diskdir. Floppy disk. Bu da asılı deyil. Əgər lap onu bilməsən də EEPROM flash yaddaşdır, o da asılı deyil. Register bu da düzgün. D variantı düzgündür. Y-də də üçü də daxili yaddaş olmasına baxmayaraq ROM və flash yaddaş elektrik enerjisinə asılı deyil. Deməli cavabımız D variantıdır. İndi biz yenə də kiçik bir səyahətə çıxırıq. Bizim danışdığımız bu məsələ ikinci dərsin elə ilk səhifəsində idi. Demişdik ki, yaddaş funksional olaraq 2 ilə bölünür və daxili yaddaş qurğuları 6 olmaqla 4-ü elektrik enerjisindən asılı, ikisi isə asılı deyil. 12 nömrəli sual. EGP slotu ilə qoşulan hansıdır? Bayaq da dedim, bu ekran kartı və yaxud video kart deyə bilərsən ya da video adapteri deyə bilərsən. RAM qoşulur DDR slotu ilə. ROM birbaşa anaplataya birləşdirilir. Daxili modem və şəbəkə adapteri də qoşulur PCI ilə. Biz bunu harada öyrənmişik? Birinci dərsdə. Birinci dərsdə biz slotlar haqqında danışdıq. Orada mən hansı slot, hansı qurğu üçündür bizə məlumat vermişdim. 13 nömrəli sual. Uyğunluğu müəyyənləşdirin. Hesablama dəqiqliyi nədir? Sadə əməliyyatların sayı işləmə sürətidir. Heç birinə uyğun gəlmir. Ədədin təsviri üçün istifadə olunan mərtəbələrin sayı əslində emal olunan mərtəbələrin sayıdır. Ona görə hələ ki bu B variantını saxlayaq. Amma düzgün də götürmək olar. İndi gedişata uyğun mən sizə deyəcəm onu. Kompüterin yaddaşında saxlana bilən informasiyanın maksimum miqdarı. Bu da yaddaşın həcmidir. Niyə görə bu B variantı mən buna dəyişiklik eləməmişəm? Çünki bu sual Dövlət İmtahan Mərkəzi qəbula saldığı bir sualdır. Və bu tipli sualların mən orijinallığına xələl gəlməsin deyənə onlara dəyişiklik eləmirəm. Ola bilər ki, bunu hesablama dəqiqliyinə uyğun götürüblər. Böyük ehtimal ki, belə eləyirlər. Müəyyən şərtlər daxilində, müəyyən vaxt ərzində kompüterin öz xassələrini saxlama qabiliyyəti bu iş etibarlılığıdır. Deməli, D variantı 2-yə uyğun gələcək. Yerinə yetirə bildiyi əmrlər və əmirdəki operandların yeni əməliyyatların sayı, bu da əmrlər sistemidir. Bəli, düzgün təxmin etmişik. Hesablama dəqiqliyini B variantı. Amma əslində belə olmalı deyil. Olmalıdır ki, emal olunan ədədlərin mərtəbələrinin sayı. Burada təsvir qeyd olunur. Nəysə, 1B, 2D, 3Y. Yəni düzgün cavab C variantı. Baxın, hal-hazırda siz həmin səhifəni görürsünüz. Bu, deyərdim ki, aparat təminatı üçün ən populyar və ən önəmli səhifədir. Hal-hazırda siz onu görürsünüz ekranda. Mən lazım olan hissələri də qeyd eləmişəm, qaydasına qoymuşam, işarələmişəm onu. Məsələ nədir? Demək olar ki, hər 2-3 qəbuldan bir buradan sual düşür. Sonuncu may qəbuluna girən tələbələr var idisə, onlar da görüblər. Sual idi ki, kompüterin əsas xarakteristikaları hansılardır? Yaxud o birisi ikinci ismində sual düşüb ki, hansılar aid deyil. Davam edirik. 14 nömrəli sual. Yaddaş mikrosxemləri, yəni daxili və yaxud xarici fərq etməz, yaddaş olsun. Bura uyğun gələcək MOS batareya və RAM. Daxili yaddaşı təmsil edir hər ikisi. A və D. Daxil etmə qurğuları yalnız skaner, portlarda PC2 ilə USB. C və Y. 15 nömrəli sual. Elektrik enerjisindən asılı deyil, yenidən proqramlaşdırılan daimi yaddaşdır. Əgər desək ki, yenidən proqramlaşdırılan ifadəsi ortalıqda yoxdur, sadəcə enerjidən asılı deyil və daimi yaddaşı deyərsən ROM-dur. Amma burada yenidən proqramlaşdırılan ifadəsi bizə bildirir ki, söhbət flash yaddaşdan gedir. Yəni EEPROM. 1-ə uyğun gələcək A. Yenə vaxt, tarix deyirsə KMOS, B variantı. Cari anda aktiv olan proqramlar, bu da əlbəttə ki, RAM, Y variantı. A, B və Y. Elə cavab da A. 16 nömrəli sual. Kompüterin daxili qurğularını idarə etməklə ana platanın bütün funksional imkanlarını birləşdirən, təyin edən mikrosxemdir. Söhbət gedir chipsetdən. Əgər sual olarsa ki, xarici qurğuları sistemə tanıdan mikrosxem hansıdır, deyərsən kontrollerdir. Yəni bu sualı mən onun üçün qoymuşam ki, tələbə bilməsə, ya da mən mikrosxem görən kimi deyərəm cavab kontrollerdir. Sualın məğzinə diqqət etmək lazımdır. Hansı ki, bu sualda söhbət chipsetdən gedir. Kontrollerin tərifində isə xarici qurğuların işini idarə edən mikrosxem demək lazımdır. İndi mən sizə chipsetin əvvəlcə tərifini göstərirəm. Sonra şimal chipsetinə və cənub chipsetinə nə qoşulur, onlar da qeyd olunur qarşısında. Gördüyünüz kimi.
Davam edək. Driver ola bilməz, çünki xarici qurğuların işini idarə edən proqram olmalıdır. Şin naqillər toplusudur. Soprosessor mürəkkəb əməliyyatları yerinə yetirən yardımçı mikroprosessora verilən addır. 17 nömrəli sual. John von Neumann arxitekturasına aid olanları seçin. Burada demir ha sənə xarici ya da yəni mərkəzi və yaxud periferiya. Ümumiyyətlə aid olsun. Hesab məntiq qurğusu mərkəzi hissəni təmsil edir. Xarici yaddaş qurğuları ilə daxil etmə, xaric etmə qurğuları isə periferiya hissəsini. Sonda isə 2, 4, 5 düzgün cavab variantımızdır. John von Neumann arxitekturası çox da önəmli bir bölmədir. Hal-hazırda siz John von Neumann arxitekturasını ekranda görürsünüz. Orada hər şey aydındır. Hansılar mərkəzə, hansı periferiyaya. 18 nömrəli sual. Xarici yaddaş qurğularını seçin. Bura aiddir hard disk, yəni sərt maqnit disk, DVD disk və əlbəttə ki, yaddaş kart. 3, 4, 6 düzdür. Qalanları daxil edir. Bu VRAM-da video yaddaşın o birisi adıdır. Qısaltmasıdır. Xarici yaddaş qurğularının siyahısına bir nəzər salaq. Xarici yaddaş qurğuları dedik informasiyanı uzun müddət yadda saxlamaq üçündür. İşləmə prinsipinə görə ikiyə bölünür. Ardıcıl müraciətliyə tək nümunə streamer, digərləri isə birbaşa müraciətlidir. Floppy disk, hard disk, CD, DVD, SSD və flash kart. 19 nömrəli sual. Daxili yaddaş qurğusudur. Bu video yaddaşdır da, yəni şübhəsiz bir şeydir. Sonrasında da qeyd olunub ki, emal olunmuş qrafik informasiyanı rəqəmsal şəkildə saxlayır. Bu da video yaddaşın işidir. USB portu vasitəsilə kompüterə qoşulur, informasiyanı uzun müddət saxlayır, üzərində xüsusi miniatür hamar korpusunda mikrosxemlər təchiz olunub, flash kartdan söhbət gedir. Digər variantlara baxaq. 1,44 MB bu floppy diskdir, heç birinə uyğun gəlməyəcək. Y variantı da yenə DVD diskin izahıdır. Baxaq görə burada DVD varmı? Yox, hə, floppy disk var imiş. Bu da D variantıdır. 1D, 2B, 3AC. Amma Y heç birinə uyğun gəlmir. D variantı. 20 nömrəli sual. İnformasiya maqnit başlığı ilə oxunur. Baxın, biz xarici yaddaş qurğularını izah edəndə demişdik ki, maqnit disklərdən informasiya maqnit başlığı ilə oxunur. Deməli, cavab ya floppy disk, ya da sərt disk olmalıdır. Baxıram ki, cavablarda mənə uyğun olan floppy disk var. 21 nömrəli sual. Kompütersiz xarakteristikalarını seçin. Açıq sualları BA kateqoriyasına hazırlaşanlar üçün qoymuşam. Digərlərinizdə yenə də mövzunu keçmişik, açıq suallara cavab verməyi bacarmalısınız. Kompütersiz xarakteristikaları iş etibarlılığı, işləmə sürəti və yaddaşın tutumu. İşləmə qabiliyyəti əməliyyat prinsipi printerə aiddir. İstehsal edən kompaniya heç birinə düşmür. Daxili keş yaddaş da aiddir mikroprosesorun xarakteristikaları. 22 nömrəli sual. Aşağıdakı fikirlərdən hansılar doğrudur? Digitizer çıxış deyil, giriş qurğusudur. Yanlışdır. Daimi yaddaş enerjidən asılıdır. Xeyr, səhvdir. Çünki daimi yaddaş adından da görsənir. Daimidir. Necə asılı ola bilər ki? 3 düzdür. Əvvəlcə BIOS, sonra əməliyyat sistemi yüklənir. Çünki əməliyyat sistemini BIOS yükləyir. Kontrolleri yox, soprosessor ən mürəkkəb riyazi hesablamaları aparır. Skanerin aktiv imkanlı DPI-dir. Qeyd etmişik, düzdür. TVTuner giriş qurğusudur, düzdür. Streamer-də ana plata üzərində yerləşmir. Xarici yaddaş. 3, 5, 6. 23 nömrəli sual. Burada da sualın uzun olması sizi qətiyyən qorxutmasın, xüsusi sözlər var ki, oradan cavabı götürürsən. Hansı ki, çəkic vasitəsilə zərbə deyirsə, söhbət gedir Daisy Well, yəni literally printerdən. Ki, olacaq A variantı. Burada deyir ki, iynələr vasitəsilə çap olunur. Bu da matrislidir, heç birinə uyğun gəlmir. Burada qeyd olunub ki, termohəssas maddə ilə çap gedir. Kağızın müəyyən hissəsi qızdırılır. Bu termiki printerdir. Eləcə də postterminallar olan ifadə yenə termikiyə aid. C və Y. Qaldı ki, şırnaqlı printer əsasən rəngli çap üçündür. Mikropüskürtücü başlıqdan istifadə olunur. D. 24 nömrəli sual portları uyğunlaşdırın. HDMI monitoru qoşa bilər, bir də proyektoru qoşa bilər. Həm səs, həm görüntünü. Proyektor, monitor. Birə D-yi. Firewire rəqəmsal kameraları qoşmaq üçündür. B variantı. Com, mouse, modem, klaviatura. Mouse-la modem var, klaviatura yox. Cavab. A-nın da C-ni uyğunlaşdır. 1D-Y, 2B, 3AC.
Və nəhayət sonuncu sual nisbətən sadə sualdır. Sistem blokunun içərisində olmasına baxmayaraq ana plato üzərində yerləşməyən qurğuları müəyyən edin. Qida bloku, disk sürücüləri və sərt maqnit diskdən söhbət gedir. 1, 3 və